Dəyərli dostlar, hər vaxtınız xeyir. Sonuna qədər videonu izləməyi sizlərdən xahiş edirəm. Çoxluca şərh yazırsınız, gözəl, ideal evləri hər zaman sizlərə təqdim etmək bizim borcumuzdur, dəyərli dostlarımız. Səhifəni bəyənib like etməyi unutmayın. Sizlərə bu günləri Xırdalan şəhərində yerləşən təzə Monzo Şadlıq evi, təzə xəstəxananın arxa tərəfində ideal sizlərə 2 mərtəbə, 4 otaq, super remontla sizlərə həyət evi təqdim edəcəm. Dəyərli dostlarımız, 3 sot torpaq sahəsinin üzərində inşa olunub, geniş bir şəkildə həyətyanı sahəsi var. Həyətyanı sahə targovu daşlarla örtülüb, fundament, beton karkas, monolit, beton, cüt daş, nə istəyirsiniz bu evdə var. Tikintidən anlayışı olan bir şəxs evə baxarkən, dəyərli dostlarımız tikintinin necə ideal olduğunu biləcək. Geniş bir şəkildə evin ümumi fasad görkəmi ilə tanış oluruq. Dəyərli dostlarımız, modern üslubda inşa olunmuş 2 mərtəbə, 4 otaqlı sizlərə həyət evi təqdim edirik. Padval sahəsində hər iki tərəfdən, sağ və sol tərəflərdən keçid etmək mümkündür. Evin sol tərəfindən yanına və arxasına keçid etmək olur, dəyərli dostlarımız. Geniş bir şəkildə həyətyanı sahəni sizlərə təqdim edirik. Sağ və sol tərəflərdə gül çiçək əkmək üçün yerlər buraxılıb və dekorativ ağaçlarına kimi, dəyərli dostlarımız, əkilib hazır vəziyyətdədir. Gecə həyətyanı sahənin işıqlandırılması üçün sağ-sol tərəflərdə plafonlar kimi qoyulub, həyətyanı sahə targovu daşlarla üzlənib, gül çiçəklərin sulanması üçün karantina kimi quraşdırılıb hazır vəziyyətdə. Mərkəzi giriş darvazası, darvazanın üst tərəfi paket şiferlə şiferlənib və dəyərli dostlarımız, gözəl bir söhbətgahı var. Gözəl bir söhbətgahı. İstəsəz buranı yay mətbəxi kimi də bağlayıb düzəldə bilərsiniz. Suyuna, işığına və kanalizasiyasına kimi çəkilib hazır vəziyyətdədir. Tam paket kupça. Dövlət ipotekasına yararlıdır, dəyərli dostlarımız. 3 sot torpaq sahəsinin üzərində ideal mülk təqdim edirik. Şərh bölməsində şərhlərinizi partladın. Eksklüziv olaraq bundan da gözəl evlər çıxardacağıq sizlər üçün, dəyərli dostlarımız. Bu gözəllik 4 otaqdan ibarətdir. Hələ bunun 6 otaqlısı da var. Başlayaq tam təqdimata. Besetkadır, evin ümumi üst fasadı ilə sizləri tanış edirik. Gecə işıqlandırılması üçün həyətyanı sahə və evin üst fasadına plafonlar kimi qoyulub tamamilə hazır vəziyyətdədir. Alqı-satqı et, köç yaşadı. İstənilən asan xidmət və notar mərkəzlərində alqı-satqı etmək mümkündür. Kürsüdən də söhbət gedə bilməz də. Belə böyük bir mükəmməl iqamətgahın kürsü söhbətini eləmək mümkün deyil. Yəni ki, bunu mənasızdır söhbətini eləmək. Gəl dəyərli qardaşım, bismillah eləyək, evin içi ilə tanış olaq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Girişdən solda yerləşir mətbəx sahəsi. Mətbəx mebeli yerləri, aksesuarların xətləri hamısı quraşdırılıb tamamilə hazır vəziyyətdədir. Aspiratorun xəttinə kimi, kondisionerin işıq xəttinə kimi hamısı şəbəkə pəncərə də öz həyətyanı sahəsinə baxır, dəyərli dostlarımız. Burada yerləşir böyük bir qonaq otağı. Bu qonaq otağında pəncərəsi öz həyətyanı sahəsinə baxır. Ən əsası isə istilik sistemi kombidir. Radiator vasitəsilə bütün otaqlara paylaşılır. İstipozat yoxdur da, əla bir təklifdir. Tavan sahəsi alçıban spot lampalarına kimi işlənilib, gözəl dizayn edilib. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaqla sizləri tanış edirik. Havalandırma üçün pəncərə sahəsi qoyulub, asma tavanla yığılıb, dəyərli dostlarımız. Aksesuarların xətlərinə kimi hamısı çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Pilləkənlər altı kladovka. Dəhliz vasitəsinin zəhmət olmasa bir dənə təqdim et. Dəhliz vasitəsinin gözəlliyi ondadır ki, həm gizli işıqla yığılıb, həm spot lampalarla yığılıb, diod spot lampalarla. İkinci mərtəbəyə qalxan gözəl əl işləmələrlə pilləkən sahəsi yığılıb, dəyərli dostlarımız. Qiymət 148.000 manat. 148.000 manat təşkil edir. Real müştərilərə evimizin qiymətində endirim ediləcək. Pilləkənlərdən qalxanda dəhliz vasitəsilə otaqlara bölgülərdir. Sağda yerləşir sanitar qovşaq. İlk öncə burayla tanış olaq. Asma tavanla yığılıb, havalandırma üçün yekə bir pəncərə sahəsi qoyulub. 40-ın 40-a pəncərə sahəsidir. Birinci yataq otağı. Yataq otaqların pəncərə sahələri öz həyətyanı sahəsinə baxır. Bu yataq otağın kondisioner xəttinə kimi çəkilib, hazır vəziyyətdədir.
və böyük kvadrata malik ikinci yataq otağı. İkinci mərtəbədə yerləşən ikinci yataq otağı ilə sizləri tanış edeyim. Hər bir yataq otağının kondisioner xəttinə kimi çəkilib tamamilə hazır vəziyyətdədir. Pəncərə də öz həyətyanı sahəsinə baxır, gül çiçəyə baxır, daha daşa divara baxmır. Sonuncu yataq otağıdır. 2 mərtəbə, 4 otaq, monolit beton, ideal bir tikinti sizlərə təqdim etdim. Videonun sonuna qədər izlədiyiniz üçün çox sağ olun. Şərh bölməsində şərhlərinizi gözləyəcəm dəyərli dostlarımız. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədəki nömrə ilə əlaqə saxlayın. Gələn videoda sağ olun, sağlıqla qalın.